Şirkətinin fəaliyyətinin 20-ci il dönümünə həsr olmuş müasir Azərbaycan və çağ öyrətim mövzusunda elmi praktik konfrans keçirilib. Azərbaycan-Türkiyə təhsil əlaqələrində müstəsna yer olan və Azərbaycan təhsil sisteminə bir yenilik gətirən Çağ Öyrətim İşlətmələri şirkəti fəaliyyətinin 20-ci il dönümünü qeyd edib. 1993-cü ildə fəaliyyətə başlamış. Bugün Qafqaz Universitetində Çağ Öyrətim İşlətmələrinin 20 illiyinə həsr edilmiş müasir Azərbaycan və çağ öyrətim mövzusunda elmi praktiki konfrans keçirilib. Tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Professor Məhməd Sağlam və Turgut Özal Universitetinin rektoru Professor Erol Oral Azərbaycan təhsil sistemindən məmnun olduqlarını deyiblər. Azərbaycanda eğitim və öğretim faaliyeti o hale gelmiş ki neredeyse %100 okur yazar oranı var. Biz daha Türkiye'de %100'e ulaşamadık neredeyse. Gerek eğitimde, gerek kültürde, gerek sanatta şunu kabul etmeliyiz ki Azerbaycan bizden çok ileride. Bunu sağlayanlar burada. Hepsinin emeklerini saygıyla anıyorum. Öğrencileriyle beraber bu müessese ilelebet Azerbaycan'ın müessesesi olarak kalacak. Çağ eğitim kurumları da ilelebet Azerbaycan'a hizmet eden kurumlar olarak kalacak. Ben buna yürekten inanıyorum. Türk okullarının bütün dünyada aşağı yukarı 5 kıtada binlerce okul var. Bunların tek maksadı var, tek amacı var. Türklüğü yükseltmek. Mısır muallim söyledi. Türk dilini yükseltmek, Azərbaycan dilini yükseltmek otomatikman. Konferansa rəhbərlik edən Təhsil Naziri Misir Mərdanov isə iki ölkə əlaqələrində müstəsna yer olan Çağ Öyrətim İşlətmələri şirkətinin əhəmiyyətindən danışıb. Bugün tarixdə izi qalacaq bir tədbirdə iştirak edilir. Azərbaycanın müstəqilliyinin 20 ilini biz az öncə qeyd eləmişik və bugün də Azərbaycanda Çağ Öyrətim İşlətmələri şirkətinin yaradılmasının və fəaliyyətinin 20 ilini həsr edilmiş konferansda iştirak edirik. Çağ Öyrətim İşlətmələri şirkətinin qurulmasının 20 illiyini qeyd etmək üçün konferansda professorlar, rektorlar, millət vəkilləri, iş adamları və digər ictimai xadimlər iştirak edib. Mən belə hesab edirəm ki, bir insanlıq hafızasının geri gəlinməsi. Çünki zaman değişir, bazen modernite gelir, bazen şey olur ama ne olursa olsun teknoloji gelse biz insanız. İnsanlığımızı hatırlatmak ve gençlerimize insan olduklarını ilimle beraber, teknolojiyle beraber bir bütünü bir arada görmek için bu adım hiçbir şey eğitim kadar önemli ve değerli bir konu yoktur. Heydər Əliyev niyə Çağ Öyrətim İşlətmələrinə, Çağ Öyrətim şirkətinə belə qucaq açdı, ona bu qədər dəstək verdi? Burada tək məqsəd, tək hədəf təhsil idimi, eğitim idimi, tək hədəf. Amma çıxıb dünyanı gördükdən sonra, o zaman televizyonda çalışırdım millət vəkilliyindən çox öncə, dünyanın bir çox ölkələrini gördükdən sonra gördüm ki, yox. Bizim milli liderimiz bizdən daha dərini görə bilir, daha dərini və daha uzağı düşünə bilir. Çağ Öyrətim İşlətmələri şirkətinin sədri Ənvər Özərən konferans iştirakçılarına öz təşəkkürünü bildirib və uğurların bundan sonra da davam edəcəyini vurğulayıb. Eğitimin sevgiyle yapılması, hürmetli nazırımızın ifadesiyle hani iyi niyet, saf emelle bu işin yapılması, siz bu duygu ve düşünceyle nereye giderseniz gidin, çünkü bunlar insani, evrensel, ahlaki değerlerin temel esprisini, temel dayanak noktalarını oluşturuyor. Sonda qonaqlar xatirə plakatları ilə təltif olunub. Ahır günümüzdə Azərbaycan təhsilinə dəstək verdi, kömək elədi. Bu baxımdan bax, bu böyük bayram hesab olunur, dövlətçilik bayramı hesab olunur. Ona görə hər birinizi bir daha bu bayram münasibətilə təbrik edirəm.